Sumqayıt şəhərində və yaxud da Nərimanovda, Bakı şəhərində baxaq. Sumqayıtda deyək ki, ortalama 1500 manat evin kvadratını alırlar, icarəyə verirlər, deyək ki, 5 manata verirlər icarə haqqı. Nərimanovda 4000 manata təmiri hazır bir evin kvadratı düşür. Deyək ki, siz 3000-3500 manatdan onu alırsınız, padmayaq qiyməti. Nərimanovda da bir evin kvadratı 10 manat oturur. Bir evin kvadratı var. Amma siz keçən müsahibəmdə qeyd etmişdim, sahil metrosunda alsanız evin kvadratı 4000 manat alırsınız, amma icarə qiyməti 15-20 manat arası oynayır. Və həmişə ora böyük spros var. İnsanlar böyük tələbatı var, yəni icarə almaq üçün, istər xarici turistlər olsun, istər öz əhalimiz olsun. Onları icarəyə verikdə 15-20 manatdan aşağı icarəyə vermirsiniz. Amma qiymət bugünkü qiymət, bazar dəyərləri eynidir hər ikisində. İzləyicilərimizdən bizlərə baxıb dinləyənlər olarsa, biz onlara 150 aya, 160 aya, 200, ən uzağı 150-200 ay arasında olan əmlaklar təklif edə bilərik. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Vüqar bəy, ilk öncə sizə bu sualı vermək istəyərdim. Siz həmişə qeyd edirsiniz ki, bugün Azərbaycanda əmlak alıb kirayə verənlər heç bir hesablamalara və ya bazar araşdırmalarına əsaslanmadan xaotik şəkildə investisiya edirlər. Bunu necə əsaslandıra bilərsiniz? Düzgün qeyd edirsiniz. Hər zaman mən demişəm, hesablamalar da bunu göstərir. Belə ki, adi bir misalla baxaq. Sumqayıt şəhərində və yaxud da Nərimanovda, Bakı şəhərində baxaq. Sumqayıtda deyək ki, ortalama 1500 manat evin kvadratını alırlar, icarəyə verirlər, deyək ki, 5 manata verirlər icarə haqqını və yaxud da ki, 1700-ə, 1800-ə, hətta elə halda 2000 manat alırlar. Amma Sumqayıtda icarə haqqına baxsaz, 5 manatdan yuxarı deyil. Deyək ki, 80 kvadratlıq bir ev 130 mindir, 120-140 min arası oynayır. Amma icarə qiyməti 400 manatdır. Yəni, bunu tamaşaçılarımız özləri Sumqayıt şəhərində ola bilərlər. Və yaxud da Nərimanovda 4000 manata təmiri hazır bir evin kvadratı düşür. Deyək ki, siz 3000-3500 manatdan onu alırsınız, padmayaq qiyməti. Təmir edib mebel müəyyən əşyalar qoyursunuz, 4000 manat üzəriniz oturur. Nərimanovda da bir evin kvadratı 10 manat oturur, bir evin kvadratı. İcarəyə verərkən, deyək ki, 1500 manata icarəyə verilən bir evin dəyəri, bazar dəyəri hardasa, hardan baxsaz 150 kvadrat olur və bu da 600 min civarında olur. Və yaxud da biraz az, biraz çox ola bilər. Yəni, biz ortalama deyirik qiyməti. Yarısı 300, 350 ay, 400 ay civarında olur. Amma siz keçən müsahibəmdə qeyd etmişdim, sahil metrosunda alsanız evin kvadratı 4000 manat alırsınız, amma icarə qiyməti 15-20 manat arası oynayır. Və həmişə ora böyük spros var. İnsanlar böyük tələbatı var, yəni icarə almaq üçün, istər xarici turistlər olsun, istər öz əhalimiz olsun. Onları icarəyə verikdə 15-20 manatdan aşağı icarəyə vermirsiniz. Amma qiymət bugünkü qiymət, bazar dəyərləri eynidir hər ikisində. Mən elə düşünürəm ki, insanlar investisiya edərkən aylıq kirayə gəliri ilə yanaşı, həm də qoyduğu investisiyanın nə qədər güvəndə olması, yəni həmişə kirayə tələbinin yüksək olması, əmlakın dəyərinin artımı və bu kimi məsələlərdə əminlik istəyirlər. İnvestorlara hansı əminliyi verə bilərsiniz? İnsanlar harda doğulursa, dünya görüş səviyyələri nə qədərdirsə, o qədərini bilirlər. Deyək ki, məsələn, Sumqayıtda böyümüş bir insan, Nərimanovda böyümüş bir insan, sahildə böyümüş bir insan, onun dünya görüş səviyyəsi, əgər deyək ki, Sumqayıt şəhərindən çox elə qırağa çıxmayıbsa, ancaq Sumqayıt şəhərini bilir. Deyək ki, iş adamı olmayıbsa, adi bir işçi olubsa, ancaq deyək ki, mənzillərinin qiymətlərini və kirayəsini bilə bilər və o mənzil nəsə əlinə vəsait oturanda o mənzil alıb kirayə verməyi düşünəcək və nəyi bilirsə onu edəcək. Bildiyi şeydə öz ətrafında olduğu evlərin və onların kirayə qiymətləri və onun üçün qəbul edilən olacaq və həmin mənzilləri alıb onu kirayə verib oradan bir qazanc almağa, əldə etməyi düşünəcək. Deyək ki, sahil metrosunda qalan bir insan, o da mənzilinə kirayə vermək istəyir. Yəni, o da vəsait qoyur, mənzilini alıb kirayə verir. Sumqayıtda və yaxud da Nərimanovda olan da kirayə vermək istəyir. Bu halda
kimin dünya görüş səviyyəsi, kimin bilgiləri daha çoxdursa, o daha çox qazanc əldə edəcək. Yəni burada daşınmaz əmlak sahəsində biliklərin olması, yəni bilik dediyimiz qiymətlərin, onların alış qiymətləri və icarə qiymətləri. Əminlik mən sizə oradan deyə bilərəm ki, deyək ki, bugünkü günü Azərbaycan bazarında daşınmaz əmlaklarda qeyri-yaşayış sahələrində icarəyə verirlər. Uzun müddətli məntəqələr var, hansı ki, obyektlər var, icarəyə verilir. 250 ay elə hallar olur, 200 aya icarəyə verilir. Hətta inanın ki, yəni müştəri, əgər izləyicilərimizdən bizlərə baxıb dinləyənlər olarsa, biz onlara 150 aya, 160 aya, 200, ən uzağı 150-200 ay arasında olan əmlaklar təklif edə bilərik ki, hətta bu əmlakların içərisində hətta bank qarantiyası ilə olan əmlaklar var ki, hansı ki, bank zamin durur ki, siz bu əmlakı alsanız, siz aylıq bu qədər kirayə qazancı əldə edəcəksiniz. Etmədiyiniz təqdirdə bank sizə aybaay pulunuzu ödəyir. Görün nə qədər güzel. Siz heç bir axtarış etmirsiniz, alırsınız və sadəcə o kirayə verirsiniz və buradan aylıq gəlir düzəldirsiniz. Deyək ki, icarəyə verirsiniz kirayə. Ola bilər kirakeş evi dağıdır, gec verirsiniz, pulunu vermir, müəyyən problemlər çıxır. Amma araşdırma gördükdə bazarı görürsünüz ki, yox. Yəni mən buradan 300, 350 aya, 400 aya pulumu aldığımdan, misal üçün 150-200 aya 2 dəfə daha çox qazanc verən bir sahəyə pulumu qoyuram, həm də orada garantiya aldır. İzləyicilərimizdən kimsə yəni bu şeyləri istəsə, yəni əminliyi sizə bank verir. Yəni ölkədə olan banklarımız, daşlıq edildiyimiz banklar var. Nəinki bizim digər deyək ki, əmlak sahiblərində. Yəni tam şəkildə rahat öz pulları əmin olaraq icarəyə vermək məqsədlə aldıqları o daşınmaz əmlaklardan aylıq icarə haqqını 150-200 ay ərzində yeri ala bilərlər. Vüqar bəy, sonda bu sualda cavablandırmanızı xahiş edərdim. Dediklərinizi təsdiq edə bilən, yəni 140-200 aya öz dəyərini çıxara bilən əmlaklar varmı? Və bu daşınmaz əmlaklar barədə izləyicilərimizə qısaca bir məlumat verə bilərsinizmi? Bəli, əlbəttə ki, var. Təbii ki, də deyə bilərik, bu problem deyil. Deyək ki, adi Bakı şəhərinin özündə hal-hazırda qeyri-kommersiya obyektləri var ki, bu əmlakları əldə edərkən deyək ki, ortalama deyirik 160-180 aydır. Xaricdə 150 aya, 140 aya, xarici bazar biraz fərqlidir. Ən uzağı 200 aydır. Dediyim kimi 140-200 aydır. İzləyicilərimizə bunu təklif edə bilərik. Hətta biz layihə üzərində işləyirik. Bizim işlədiyimiz layihə, yəni bizim vasitəçiliyimizdən və yaxud da bizim təqdim etdiyimiz əmlakları alan şəxslərə bank həmin qarantiyanı verir. Yəni, deyək ki, siz 180 minə bir əmlak alsanız, ayda sizə tərtəmiz 1000 manat xeyir əldə edirsiniz. Deyək ki, siz 80 minə, 90 minə əmlak alsanız, ayda 500 manat təmiz pul əldə edirsiniz. Və bunun da qarantiyasını bank verir. Yəni, izləyicimiz aldı, əgər hər hansı bir obyektdə belə deyək, problem yaşanarsa, kira haqqını ala bilməzsə, həmin pulu rahatçılıqla bankdan ala bilir. Yəni alıcının, investorun heç bir riski olmur. Suallarımızı cavablandırdığınız üçün çox sağ olun, minnətdarıq. Buyurun, xoşdur. Çox sağ olun.